çöllərdə vəhşi heyvanların bir-birinə müdaxiləsi zamanı orada nə baş verir? Bir aslan ceyran sürüsünü izləyir. Orada hansını gözünə kəstirir, hansına müdaxilə etmək istəyir? Harda qorxaq, harda tək qalmış bir kənarda belə gözləri qorxulu bir şəkildə ora-bura baxan, artıq aslan hiss edir ki, bu ceyran çox qorxur, özünü itirib. Deyir, aha, mən işimi daha da asanlaşdırmaq üçün mən elə bu ceyrana hücum edəcəm. İndi siz qərar verin. Övladlarınızı o qorxaq ceyran kimi böyütmək istəyirsinizsə, ətrafda, yəni hər yerdə, bütün dünyada bu cür insanlar var. Yox deyil. Təbii ki var, hər yerdə var. Amma biz o qədər güclü övladlarımızı böyütməliyik. Bütün dünyaya meydan oxuya biləcək övladlar böyütməliyik. O bir ceyran belə olsa elə bir baxışla baxmalıdır ki, aslan belə ondan qorxub çəkinməlidir. Amma biz nə edirik? Amandır, çıxdın, çölə diqqətli bax, ətrafda pis insanlar var, uşaqları qaçırdır. Bunu deyərək uşağa nə qazandıracaq? Heç nə qazandırmayacaq. Bunu deyərək sadəcə övladımızın sinifdə qələm tutmasına mane olacağıq. Dərsə diqqətinin yayınmasına mane olacağıq. Evdə də özümüzün, yəni övladımız məktəbdən qayıdana qədər əlimizin heç bir iş tutmamasına səbəb olacağıq. Bu nə bizə lazımdır, nə də övladlarımıza lazımdır. Burada qazanan kim oldu? Bu xəbərləri yayan saytlar oldu sadəcə. Diqqətli olun. Hər deyilən sözə inanmayın. Eşitdiyiniz bütün sözləri öz zehninizdə, öz ağıl süzgəcinizdən keçirdin, analiz edin. Sonra o haqda hansı tədbirlər görəcəyinizə çox doğru, düzgün şəkildə qərar verin. Kim nə deyirsə desin, siz övladlarınıza dünyanın o qədər gözəl olduğunu, insanların o qədər vicdanlı, o qədər mərhəmətli olduğunu aşılayın. Onlar çıxıb çölə insanlara baxarkən sevinç hissi ilə baxsınlar. Yəni, əgər övladınızın düzgün şəkildə inkişaf etməsini istəyirsinizsə, bu cürünə yanaşın övladlarınıza. O zaman yəni uşaq düşünərsə, bütün dünyadakı insanlar gözəldir, bu sinifdə rahatlıqla qələmini əlinə alar, rahatlıqla yazısını yazar, rahatlıqla müəllimi dinləyər. Ona görə ki, onun içində heç bir qorxu hissi olmaz. Amma biz nə edirik? Övladlarımıza o qorxunu yüklüyürük. Sonra da deyirik, niyə dərslərin zəifdir? Niyə müəllimə səndən şikayət edir? Dünyanın o qədər gözəl olduğunu izah etməlidir. Qətiyyən onda bu kimi qorxular yaratmamalıdır. O zaman uşaq dərsə də özünü çox rahat verəcək. O zaman uşaq dostları ilə oynadığı zaman çox doğru, düzgün şəkildə oyunlar oynayacaq. Onun inkişafı o qədər gözəl formalaşacaq. O, gələcəyin dahi, müdrik bir insanına çevriləcək. Amma biz nə edirik? O qədər bu kimi hallarla uşaqları qorxuduruq ki, onlarda yeni bir fikrin, yeni bir düşüncənin, yeni bir ideyanın meydana gəlməsinin önünü alırıq. Sonra da deyirik ki, nəyə görə Amerikadan, Avropadan bu qədər alim, bu qədər yeni texnikalar icad edən uşaqlar ərsəyə gəlir. Bizdə nəyə görə bu yoxdur? Elə sırf buna görə yoxdur. Biz hər eşitdiyimizə inanırıq. Övladlarımızı o qədər qorxuduruq. Onları o qədər qorxu içində böyüdürük ki, insanların o qədər gözəl olduqlarını, onların çox vicdanlı, çox mərhəmətli olduqlarını izah etmirik. İnanın, dünyanın ən belə günahkar insanını qarşımıza alsaq, onun üzünə gözəl təbəssümlə baxsaq, bu günə qədər onun içində gizlənmiş bütün gözəllikləri biz ortaya çıxarda bilərik. Bəzən insanın içindəki o gözəlliklərin ortaya çıxmasına onun ən yaxınları, ən doğmaları mane olur. Necə mane olur? O balaca vaxtından bir fikir irəliyə sürdüyü zaman, gözəl bir söz dediyi zaman, yəni siz elə bilirsiniz ki,
Yad insanlar gəlib bizi qaçırda, bizə zərər verə bilər. Yad insanlar bizi vurub öldürə bilər, yaralaya bilər. Xeyr. Onlar sadəcə bizim vücudumuza zərər verə bilər. Amma o cinayətkarlar bilirsiniz hansı ailələrdən çıxır? O ailələr ki, övladlarını ta balaca vaxtından fikirlərini yaralayır. Onların düşüncələrini öldürür. Həm də belə zərrəcə o narahatçılıq hiss etmədən. Onların o gözəl fikirlərini, gözəl ideyalarını elə bir sözlə, elə bir baxışla öldürürlər ki, və bu insanlar da bunu açıb heç bir insana deyə bilmir. Onların o içindəki gözəllikləri elə uğurluyurlar evin içində öz doğmaları. Biz bu gün durmuşuq kənardakı uşaq qaçırdan o oğrulardan danışırıq. Siz elə düşünürsünüz ki, oğru sadəcə uşağın cismini götürüb kənarlaşan insandır. O sadəcə onun vücuduna zərər verə bilər. Amma elə ailələr var, elə yanlış düşüncədə olan valideynlər var ki, övladlarının xəyallarını uğurluyur. Övladlarının gələcəyə olan inamlarını uğurluyur. Öz bədbinlikləri ilə, özlərinin çünki gələcəyə dair heç bir inancları yoxdur. Ona görə ki, özlərinin heç bir xəyalları yoxdur.